Salam əziz izləyicilər, mən Adiyev Anar, fizika müəllimi. Bugün sizinlə türk testlərindən, impuls bölməsindən maraqlı bir məsələnin həllinə baxmaq istəyirəm. Deməli, məsələnin şərtində bizə deyir ki, kütləsi 4 kiloqram olan bir cisim 10 metr bölü saniyə hızla yerə çarpdıqdan sonra şəkildəki gibi 10 metr bölü saniyə hızla yansıyor. Cisimlə zəmin arasındakı etkiləşim 0,2 saniyə sürdüyünə görə zəminin cisimlə uyguladığı qüvvətin böyüklüyü kaç Newtondur? Gəlin baxaq məsələyə. Məsələni mən burada şəklini çəkmişəm. Düzdür, rəssam olmasam da bacardığım qədər çalışmışam. Normal bir şəkil olsun. Deməli, məsələmiz bir də mən özüm şərtin demək istəyirəm. Çünki orada bəzi insanlar olur, türk dilindən biraz çətin anlayır. Onun üçün bunun özüm bir də şərtin deyib, məsələnin izahatını vermək istəyirəm. Deməli, burada deyir ki, cisim, 4 kiloqram kütləli cisim, üfüq ilə 53 dərəcəli bucaq əmələ gətirərək yer səthi ilə elastiki toqquşaraq qayıdır. Biz də bilirik ki, elastiki toqquşmada heç bir itki baş vermir. Cisim hansı sürətlə yerlə toqquşarsa, həmin sürətlə də qayıdır. Onda bu zaman mən bu məsələnin həllinin birinci, onu qeyd edim ki, hazır düstur şəklində verəcəm. Amma kimsə bu düsturun hardan çıxdığını, hardan gəldiyin bilmək istəsə, növbəti videolarımda mütləq buna toxunacam bu məsələyə. Deməli, impuls dəyişməmiz onda 2mv sinüs alfa düsturuna görə hesablanacaq. Onu da qeyd edim ki, əgər bu cisim üfüq ilə əmələ gətirdiyi bucağa görə baxırıqsa sinusla olacaq. Yox, şaqul ilə əmələ gətirilmiş bir bucaq versəydi, məsələn, bu bucağı versəydi, o zaman bizim düsturumuz olacaqdı 2mv kosinus alfa. Və yenə deyirəm, hardan gəldiyini növbəti videoda izah edəcəm. Onda biz burada impuls dəyişməsini hesablamaq istəsək, verilənləri hamısı yerinə yazıb, bir də burada sinüs alfanın dəyərini bilirik. Sinüs 53 dərəcədə 0,8 qiymətini alır. Onda impuls dəyişməsini tapdıq 64. İmpuls dəyişməsi 64 isə biz bilirik ki, impuls dəyişməsi nəyə bərabərdir? Qüvvə ilə zamanın halsına. Bu qüvvə hansı qüvvədir? Bu qüvvə cismin səthlə toqquşması zamanı bir şaquli istiqamətdə bir qüvvə yaranır. Belə deyək də, reaksiya qüvvəsinə bərabər bir qüvvədir. Elə də başa düşə bilərik, reaksiya qüvvəsi kimi. Onda bu zaman yerinə qoysaq verilənləri, qüvvəni taparıq 320 Newton. Bugünkü sualımız bundan ibarətdir. Növbəti videolarda görüşərik.